Sizlərə bu günləri bağ həyatını təqdim edəcəm, dəyərli dostlarımız. Bağ həyatımız 8 sotun üzərində inşa olunmuş 2 mərtəbə 7 otaqdan ibarətdir. Yerləşmə yerdə Masazır qəsəbəsinin əla bir yerində yerləşir, dəyərli dostlar. Həyətdə nə yoxdur da, nə ağacı yoxdur. İstənilən bütün meyvə ağacları həyətdə var. Adla, saymaqla qutarılası bir şey deyil. Videoda yetəri qədər vaxtımız gedər, dəyərli dostlarımız. Bildiyiniz bağ evi olmayan bir meyvə bu həyətdə yoxdur, dəyərli dostlarımız. Bütün meyvə ağacları var. Hətta gözəlliyə var. Arıların səsindən burada dayanmaq olmur. Gözəl göyçək çiçək açmış bizim meyvə bağlarından sizlərə təqdimat eləyəcəyik. Dəyərli dostlarımız, videonu bəyənib, like etməyi unutmayın. Hər gün sizlərə ideal evlər təqdim eləyəcəyik. Gəl buradan başlayaq. Gözəl göyçək bağ evimizi sıfırdan təqdimata. Demək, dəyərli dostlarımız, 8 sotun üzərində inşa olunub, darvazanın önünə kimi asfaltdır. Ümumi evin üst fasadı qavançıq daşlarla örtülüb. Geniş bir şəkildə təqdim et, dəyərli qardaşım. Demək, gəl bu ərazidən, buradan keçək, zəhmət olmasa. Bütün ağaçlar var da, çiyələyə bax. Bir də ehtiyatlı ol, çiyələyi ayaqlama. Çiyələyi ayaqladım, belimiz qırıldı. Qardaş, bar gətirib, çiçək açıb. Gəl. İdealın idealı bağ evi. Da gördüyün nə yoxdur? Nanəsinə kimi var ha, nanəsinə kimi. Təbii. Demək, piyada gəzinti üçün yer sahəsi var. Mən torpaq sahəsi ilə gəldim ki, qısa olsun. Burada gözəl bir besetka sahəsi var. Besetkanın altında su anbarı var, ehtiyat su anbarı. Demək, su gəlir, ehtiyat filtrlənir, evə təmiz su gedir. Yəni, filtrovka vasitəsilə evə təmiz su gedir. Buradan da keçid var evə. Eyvan sahələri çox böyükdür. Qarajına kimi hər bir şeyi göstərəcəkdə səbirli olun. Videoya sonuna qədər baxın. Demək, bura baseyin kimidir. Suyu doldurursan, qəşəng burada dincəlirsən. Gözəl bir terras sahəsi var, besetkası var, dəyərli dostlarımız. Gəl buradan zəhmət olmasa çək bu gözəlliyi. Bağ, bostan, ehtiyat su anbarıdır. Nasosxanasına kimi var, Həyət üçün tualet sahəsi var. Burada həyət üçün tualet sahəsidir, dəyərli dostlarımız. Besetkanın hər tərəfinə keçid etmək mümkündür. Gecə həyətin işıqlandırılması üçün plafonlarına kimi qoyulub. Qeyd edim ki, evimiz tam əşyalı satılır. Xırda 1-2